Marneolidə polis 1994-cü il təvəllüdlü A-nı yetkinlik yaşına çatmayan övladlarına qarşı zorakılıq ittihamı ilə saxlayıb. Araşdırma zamanı müəyyən olub ki, 2012 və 2016-cı illərdə anadan olmuş uşaqlara qarşı fiziki zorakılıq tətbiq edib. Bədənlərində xəsarət aşkar olunubdur. Cinayət əməli 3 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Sərhəd polisi Laqadexidə 2004-cü il təvəllüdlü 4 nəfəri saxlayıbdır. Onlar sərhəd keçid məntəqəsini yan keçərək Gürcüstana qanunsuz daxil olublar. Cinayət əməli 5 ilədək həbs cəzasını nəzərdə tutur. Azərbaycan Polisi və Dövlət Təhlükəsizlik Xidməti Türkiyə vətəndaşları 1999-cu il təvəllüdlü S.T-ni və 2001-ci il təvəllüdlü F.G-ni narkosatış ittihamı ilə saxlayıbdır. Onların üzərində və müvəqqəti yaşayış yerlərindən müxtəlif növ narkotik maddələr aşkarlanıbdır. Cinayət əməli 8 ilədək həbs cəzasını nəzərdə tutur. Axtarış tədbirləri qrupun digər üzvlərini müəyyənləşdirməsi üçün davam edir. Miqrasiya Departamenti Türkiyə, Hindistan, İran, Pakistan, Rusiya, Kamerun, Çin və Nigeriya vətəndaşları olmaqla 32 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıb. Onlara ölkəyə giriş qadağan edilibdir. Departament qanunsuz miqrasiya ilə mübarizə aparır. Azərbaycan polisi Batumidə 1998-ci il A.Ç və 1988-ci il E.S-ni xüsusilə böyük miqdarda psixotrop maddələrin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə saxlayıb. Onların üzərindən pregabalin kapsulları götürülübdür. Cinayət əməli 12 ilədək həbs cəzasını nəzərdə tutur. Qori polisi 2005-ci il təvəllüdlü Qıcını sağlamlığa qəsdən ağır zərər vurma ittihamı ilə saxlayıb. O, 1997-ci il Qıyak soyuq silahla qarın nahiyəsindən xəsarət yetirib və hadisə yerindən qaçıb. Cinayət əməli 7 ilədək həbs cəzasını nəzərdə tutur. Tbilisidə Kürd çayında qanunsuz balıq ovunun qarşısı alınıbdır. Fakt irsi yaşayış massivində dronla monitorinq zamanı aşkar edilibdir. Ətraf mühitə nəzarət departamenti yeni texnologiyalarla, o cümlədən dronlarla qanunsuz ovla mübarizəni gücləndirib. Tbilisi polisi 1988-ci il təvəllüdlü L.T-ni 2 nəfərə qarşı qəsdən öldürməyə cəhd ittihamı ilə saxlayıb. Noyabrın 23-də mübahisə fiziki qarşıdurmaya çevrilib. L.T hər iki şəxsi soyuq silahla yaralayıb və hadisə yerindən qaçıb. Yaralılar xəstəxanaya yerləşdirilibdir. Cinayət əməli 16-20 ilə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. İmeriti Meşə Xidməti Çitaurada qırmızı siyahı ilə qorunan şabald ağacından 3 kubmetr odun kəsilməsi və daşınması faktını müəyyən edibdir. Nəqliyyat vasitəsi möhürlənib və odun müvafiq xidmətə təhvil verilibdir. Fakt araşdırma üçün müvafiq quruma göndərilib. Ov mövsümü ilə əlaqədar 23 avqustdan 23 noyabradək 682 qanun pozuntusu qeydə alınıbdır. Ən çox pozuntular Samegrol Yuxarı Svaneti 245, Acarsan və Quriya 124, Kömür karteli 62, müsadirə edilən vasitələr 581 səs cihazı, qanunsuz ov edilən heyvanlar arasında ayı, ceyran, vəhşi donuz, şah qartalı, dovşan, qaz və bıldırçın var. Batumi Sərhəd polisi 1985-ci il təvəllüdlü A.D və 2000-ci il təvəllüdlü J.K-ni saxlayıbdır. A.D yük maşınında gizlənərək sərhədi keçib. J.K isə sərhəd keçid məntəqəsini yan keçibdir. Cinayət əməli 5 ilədək həbs cəzasını nəzərdə tutur.